Kəsiyi salamlayıram. Çoxdan da video paylaşmıram. Yəqin ki, darıxmışsınız mənə üçün. Mən sizin üçün darıxmışdım. Hal-hazırda Neftçala rayonundayam. Azərbaycanın balığı ilə məşğul olan Neftçala rayonundayam. Qarşısında dayandığım bax Kərimov Seymur Qəzənfəroğlu isə eksperimentalin deyilən bir kənddir bura. Həm də mənim bibim oğludur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin. Biz onların sayəsində bu günləri ayaq üstündəyik, gülürük, gəzirik. Allah bir daha rəhmət eləsin şəhidlərimizə. Və mən bura gəlmişkən özümə borc bildim ki, gəlin bibim oğlunun da evinə, həm də ki, burada həm bibim gili yaşayırlar, həm də şəhidimizin qardaşı Teymur gilə gəlmişik. Teymur ana. Ay eviyəsi. Teymur, nə var, nə yox, necəsən? Şükür Allah. Allah köməyiniz olsun, xoş gəlmişsiniz. Allah sizi həmişə bir yerdə göstərsin. Bir yerdə daim qocalasınız. Bir yastıqda da Allahın izni ilə köçəsiz gedəsiniz. Allah sizi həmişə mehriban eləsin. Teşekkür ederim. Allah sizi mənə çox görməsin. Ay. Allah haqqı. Əli ver. Elədim elə, körər. Allah yox, ata görür. Mən daim sözüm düzsün deyənəm. Məndə yalançılıq yoxdur. Hər kəsin həyatı bir cürə qurulub. Sizinkilər də eyni bir cürə qurulub. Allah sizi daim bundan sonra gözəl görsün. Mən də sevinim sizin adınızla. Deyim ki, hə, şükür Allahın birliyinə, daim qızı tanıdı yolun. Bildi ki, hansı yoldadır. Nə gözəl yolundadır. Jurnalistliyi öz yerindədir. Xoşbəxtçiliyi də öz yerində gəlsin, çıxsın. Allah köməyin olsun daim. Allah köməyin olsun. Bibim düzdür, rəhmətə gedib. Allah bütün ölənlərə rəhmət eləsin. Həmişə bibim gilə gələndə burada köbrə yanlar biraz keçsin. Bibim gilə gələndə həmişə samavar çay qaynadırdılar, lavaş pişirirdilər, balıq dolması yeyirdilər. Siz mənə demişdiniz saat 5-də gələcəm, amma tez bazar Özüm tez gəldim, çünki xoşlamıram ev sahiblərini, özü bibim oğlu. Bibim oğlusun, olsa mənə şort-çörək də versən, mən gəlib az döyməmsən məni. Allah and olsun, az döyməmsən məni. Döymüşəm səni. Bərəkət haqqı. Yalan deyir. Krantımızın yolu buradaydı. Mən kiçik bacımdan basırdıq, krantın çıxarında çimirdik, az dögürdünüz ağacla bizi. Ay, bu yerini verməyəcəm. Hədə qoşulmusan, bu ailəyə qoşulmusan. Söz yox, mən də Şəmkirdə olmuşam. Şəmkir qardaşların çörəyini yemişəm. Yeri gəlsə, hamamını olmuşam, yeri gəlsə, Seyfərlisində olmuşam. Hamısını bilirəm də bunları. Vağzalında olmuşam. Gəldin, qoşuldun, Neftçalan, oldun yeznəsə, Allah səni bizə çox görməsin. Çox sağ ol, əziz qardaş. Ata görməsin. Allah sizi həmişə mənə gözəl göstərsin. Gözəl. Heç başına, çox dağıtın. Hə, samavarımız hazırdır. Samavarı qaynadan bibim oğludur. Amma çayı süzəndə qardaşımdır. Qardaşım da yeri gəlmişkən, adı Azərdir. Necə olur ki, samavarı sən qaynatdın əziyyət tüstüylə, çay o süzür özünü göstərir oradan. Savabı o bıraxıram da mən. Hə? Bəli. O qaynatmadı, oğlu qaynatdı. Allah hamımızın canı sağ eləsin. Sağ ol. Allah sizi bu həyatdan əsir eləməsin. Çox sağ ol. İndi ayaq qoyum gəlmişsinizsə, daim ayaq qoyasınız. Haqqını helal elə. Göz halal olsun. Evin kişisi sen bu değil. Daha bu. Nədir? Evin kişisi sen bu değil. Ya bölümdəkidir. Sən də fəxr eləməlisən ki, bibiyün həyatı yaşadılıb. İndi də üzü ağla, gələn qarşıma çıxan qonaqlara gözəl baxıram ki, gedəndə də bilsinlər ki, bibisinin həyatindən getdilər bunlar. Daha deməsinlər, bibi oğlunun həyatindən getdilər, bibinin həyatindən getdilər. Ayda. Özlərin soğuq kimi aparmasınlar. Bilsinlər ki, bibinin həyati daim yaşayır, öz qonaq-əqrəbələri, qonum-qonşuları, sevdiyi insanlarsın. Bibi oğlu, sən bu sözlər sənə hardandır? Əvvəlsə belə nə qəşəng danışdı. Qoy desinlər, deməsinlər ki, bibi oğlu. Oturasan, bibi oğluyu tanıyasan, biləsən ki, hə, bibi oğlu nə insandır, necə insandır. Buradan bildim ki, mən qohumların evinə çox gedən deyiləm. Bir cümləsi xoşuma gəldi Teymurun ki, bura gələn qohumlar deməsinlər ki, bibim oğlunun evinə getdim. Desinlər ki, bibimin evinə getdim. Bəli. Bravo. Oğulluğa girməmişəm ha. Sənə dedim qırıya da. Qırmızı olsa? Hə. Ayda. Bu birisine kişi. Sənin ürərə. Göz əlinlə çəliyə görəsən. Mən bilmirdim çəliyə yerdə yetişir. Sən çəliyə sevirsən. Bax gör, mağazindən alan çəliylə təbii, qəşəngdir, dadlıdır. Sən həmişə nüvərlərə çıxalım. Samavarı qaynatdı, bəh. Artıq 3-cü dəfə samavar qaynayır. Sərdən yemək pişirməyə gözləyir çünki. Əgər Neftçala gəlmisənsə, mütləq şəkildə balıq,
Nə balığıdır o balıq? Talastalov, talastalov. Nə? Talastalov. Talastolov? Bəli. Bakıda var bundan. Bəli, hər yerdə var. Hə, duzlu balıqdır. Balıq dolması yox. Bu duzlu balıqdır. Dolma başqa cür olur. Və yarpaq dönmə dolması. Burada görürsünüz kartoşka qoyurlar altına. Bilməm nə üçün qoyurlar. Yəqin adət Tamı belədir. keçsin onu. Nədir? Tamı keçsin. Tamı keçsin. Bəli, bəli. Gəl. Bizə nuş olsun. Əgər siz də istəyirsinizsə sizin evinizin qonağı olaq, bizə sadəcə zəng edin. Nömrəni görürsünüz. Zəng edin. Biz də gərək sizin evinizdə qonaq olaq, sevərək gələrik. Öpürəm. Sağ olun.